Salam təkrardan, hər biriniz xoş gəldiniz. Bugün Eternal Sunshine of the Spotless Mind Türk dilinə sil başdan deyə tərcümə eləyiblər. Am, Bu filmin analizini eləyəcəyik birgə. Yəqin ki, daha sonra da qoşulanlar olacaq. İnteraktiv keçməyini istəyərəm. İstəyərəm ki, birlikdə müzakirə eləyək, birlikdə analiz eləyək. Fikir alış-veriş edək bu şəkildə. Bu ümumiyyətlə filmin adına baxsaq, eternal daimi deməkdir. Həmişə davam edəcək bir şey deməkdir. Sunshine günəş işığı, günəşin şəfəqi deməkdir. Spotless yəni ləkəsiz, üzərində hər hansısa bir qüsur, bir növ olmayan deməkdir. Və mind da ağıl, zehin deməkdir, beyin deməkdir. Və ümumi baxsaq, üzərində heç bir ləkə olmayan ağlın əbədi sönməyən işığı deyə təxmini tərcümə eləyə bilərik. Adı şeirdən götürülüb. Bu şeiri sizlərlə sonda paylaşacağam və analiz edəcəyik onunla birlikdə. Yavaş-yavaş başlayaq. Deməli, əsas mənim bugün müzakirə edəcəyim sizlərlə bir neçə mövzu var. Onlar da Manic Pixie Dream Girl adlı bir, belə deyim, qadın simvoludur, qadın modelidir. Hansı ki, bir çox filmdə görürük. Təkcə xarici filmlərdə yox, elə Azərbaycan filmlərində də müşahidə eləyə bilərik, diqqətlə baxsaq. Bu qadın fiqurunu təxminə filmi olsun, yuxu filmi olsun, Ölsən bağışla olsun və s. Bu nə deməkdir? Bu qadın nəyi təmsil edir? Onun haqqında danışacağıq. Unutmaq deyə bir şey varmı? Varsa necə baş verir? Hafizənin silinməsi, yaddaşın silinməsi mümkündürmü? Mümkündürsə necə edə bilərik bunu? Ümumiyyətlə belə bir şey hansı nəticələrə yol aça bilər və lazımlı bir şeydirmi, yoxsa əksinə zərərmi vura bilər bizə və yaxud da ətrafımızdakılara? Bunu müzakirə eləyəcəyik sizlərlə birgə. Kollektiv yaddaşdan danışacağıq və döngülərdən. Filmi aranızda izləyənlər də var, izləməyənlər də var. Ona görə də birgə danışarkən spoilerlar olacaq. Bunu nəzərə alın izləyərkən. Əgər sizi narahat eləyirsə, o zaman izləyib daha sonra bu videoya baxa bilərsiniz. Əgər narahat etmirsə, davam etməkdə sərbəstsiniz. Deməli, mən Manic Pixie Dream Girl-ü keçirəm. İstəyirəm filmi başdan səhnələrinə şəkillər halında qoymuşam, düzdür. Ancaq ki, səhnələrə baxıb onlar haqqında danışaq. Daha sonra da o qeyd etdiyim nüanslara toxunacağıq. Bu arada sizin də əlavə etmək istədiyiniz bir şey olsa və yaxud da vermək istədiyiniz suallar olsa, söz alıb danışmaqdan çəkinməyin. Deməli, film başlanğıc səhnəsində mənə təxminə ilə Zaur filmini xatırladır. Necə ki, Zaur yuxudan oyanır və azan səsi ilə oyanır. Daha sonra gedir, belə nostaljik bir an yaşayır, gəmilərə baxaraq İstanbulda. Belə. Bu filmdə də eyni şəkildə Joey dedim, çaşıb Joel, baş qəhrəman Jim Carrey yuxudan oyanır və özünü qəribə hiss eləyir yuxudan oyandığı zaman. Çünki spoiler gəlir. Əslində
Jim Carrey elə filmə başladığı anda, yəni, hafizəsi silinmiş vəziyyətdə olur, və bu neçə dəfə baş verib, sual altındadır. İlk dəfə deyil, orası kəsindir. Artıq dəfələrlə hafizəsi silinmiş və təkrar-təkrar eyni şeyləri yaşamış Jim Carrey-ni görürük və bundan xəbərdar belə deyil. Danışanda da özümü o qədər belə vahiməyə düşmüş, və tüklərim tikan-tikan olmuş hiss eləyirəm ki, çünki, doğrudan da çox qəribə və, tüklər ürpərtici bir haldır deyə düşünürəm. Düşünün, yuxudan oyanmısınız bir gün və fərqində belə deyilsiniz ki, gedib bir həkimə bütün, yaddaşınızda olanları sildirmisiniz. Bütün deyəndə ki, sırf bir xatirənizi sildirmisiniz, xatirələrinizi sildirmisiniz bir insanla bağlı. Ancaq birazdan da görəcəyik ki, artıq, 2 ildir ki, 2 illik bir, yaddaş tamamilə, ortadan yox olub. Bunu necə bilirik? Joel, birazdan gələcəyik, yəni, qatara minir, və başqa bir, yerə yola çıxır. Daha sonra enən zaman, öz günlüyünü, gündəliyini, həmişə yazdığı, pozduğu, şəkillər çəkdiyi dəftərini açır və orada görür ki, bəzi səhifələr yırtılmış vəziyyətdədir. Və 2 ildir ki, ilk dəfə bir şey yazdığını düşünür. Halbuki elə deyil. Sadəcə olaraq yaddaşını sildikləri zaman bütün, sübutları, onun ağlına həmin xatirələri gətirəcək bütün şeyləri ortadan yox ediblər, həmin həkimin yanında çalışanlar. Və Joel yuxudan oyanıb, aşağı düşür və görür ki, maşınını kimsə vurub yandan və düşünür ki, tam yanındakı maşın edib bunu. Ona görə də, bir dənə thank you, təşəkkür edirəm notunu yapışdırır, yazıb, həmin maşının üstünə. Və bu da düşünür ki, yəni yanındakı maşının, vurması nəticəsində baş verib. Halbuki əslində, nələr olub. Əslində onun, hafizəsindən sildiyi, qadın Clementine, bir gün içkili şəkildə maşını, sürüb bir axşam və, maşını vurub. Nəticədə də bu hal yaşanıb. Amma bundan xəbərdar deyil. Davam edirik. Maşına minir, gedir, qatar stansiyasına və orada birdən-birə qaçmağa başlayır və öz-özünə düşünür, deyir ki, bu gün işi atıb getmək qərarı aldım və qatara minib Montauk'a getdim. Düşünür və deyir ki, əslində ağlıma əsəni edən biri deyiləm. Əslində impulsiv davranan, dürtüsel davranan birisi deyiləm. Halbuki, sevgilisi Clementine bu sözün tam tərsini ona deyir filmdə dəfələrlə ki, mən, impulsivəm, və Joel da qeyd edir ki, mən də elə səninlə bağlı bunu sevirəm. Təbii ki, daha sonra yaddaşını silməzdən öncə, onun səs kaydı olur filmdə. Hətta bir-birinin, səs yazmalarını dinləyirlər. Bu cütlükdəki 2 şəxs və orada Joel qeyd edir ki, Clementine'ın impulsivliyindən, saç rəngini dəfələrlə dəyişdirməyindən xoşu gəlmir. Bundan da danışacağıq. Birinci bu səhnədən danışaq. Birdən-birə, ağlınıza bir şey gəlir və
onu eləyirsiniz. Sonra düşünürsünüz ki, ayda mən necə oldu ki, bu şeyi elədim? Hardan gəldi mənə bu fikir və yaxud da ağlınıza bir fikir gəlir. Yəni onu həyata keçirirsiniz. Amma sanki sizə bir vəhy gəlmiş kimi, sanki içinizdən bir səs bunu deyirmiş kimi gəlir. Ya bu içinizdən gələn səs ə, başqa birinin səsidirsə, ya daha öncə yaşanmış bir hadisədə başqa biri sizə bu şeyi eləməyinizi deyibsə. Daha sonra filmdə görürük ki, Joel Clementine'la birgə sahildə oturarkən sevgilisi, partnyoru, tam sevgili olduqları filmdə heç vaxt dilə gətirilmir. Amma yəni Clementine, başroldakı qadın onun qulağına fısıldayır ki, "Meet me in Montauk." Mənimlə Montaukda görüş. Və birdən-birə Joel ağlına gəldiyi üçün Montauka gedir. Yəni qadının ona dediyi bir sözdən belə bir vəziyyətə gəlirik birdən-birə. Mən bir dənə baxım, əgər hər hansısa bir hissəni keçmədimsə, davam eləyək elə burdan da. Deməli, daha sonra Joel'un bir zəng etdiyini görürük və zəngdə "Hello Cindy" deyə səslənir. Danışdığını çox da eşitmirik, ancaq ki, başqa qadınlar olduğunu görürük. Biri Cindy, biri də Naomi deyə iki qadın obrazı və Naomi'nin eksi olduğunu bilirik, yəni köhnə sevgilisi, keçmiş sevgilisi. Və filmdə tam olaraq əslində bu büruzə edilmir. Ancaq ki, əlavə araşdıranda və yazan, yönətən şəxslərin intervyularına baxanda orada gördüm ki, sən demə, Joel Clementine'la belə deyim, xəyanət edirmiş öz sevgilisinə. Bu Cindy ola bilər və yaxud da Naomi ola bilər. Tam əmin deyiləm hansı olduğundan. Ancaq ki, gördüyünüz kimi, yəni bir tərəfdən onunla danışır, bir tərəfdən də təzə macəralara atılmağa çalışır. Və əslində bunu qınamaq üçün demədim. Birazdan Manic Pixie Dream Girl-dən də danışanda görəcəyik ki, necə ki, qadın qüsursuz deyil. Eyni şəkildə Joel da qüsursuz deyil, mükəmməl deyil və münasibətləri də eyni şəkildə tamamilə ləkəsiz, qüsursuz, mükəmməl deyil. Daha sonra bu səhnədən danışdıq. Joel artıq başqa bir yerə gedib və orada Montaukda Clementine görür. Və Clementine sadəcə ona baxır, salam verir, hətta sadəcə baxır və Joel o dəqiqə utanıb, göz kontaktı belə qura bilmədən başını aşağı salır və öz-özünə düşünür ki, niyə mənə kiçik bir qayğı, diqqət göstərən hər qadına aşiq oluram? Bu sualı öz-özünə verir. Və maraqlı sualdır deyə düşünürəm. Bilmirəm, belə bir faza olubmu həyatınızda daha öncə və yaxud da belə bir şeyi indi də ola bilsin ki, hal-hazırda belə hiss edirsiniz. Yəni bu səhnəni qoymaq istədim bura.
və bundan da deyim, sizə bununla bağlı, bir insanı tanımadan, haqqında heç bir şey bilmədən sadəcə, xarici görünüşünə inanıb, aldanıb, belə deyim, xarici görünüşü xoşumuza gəlir və, eee, qalanını, o boşluqları özümüz doldururuq. O insana mükəmməl, hansısa xüsusiyyətləri, xoşumuza gələn hansısa, xarakter özəlliklərini, eee, aid edirik və, ona bir növ aşiq oluruq. Buna limerence deyilir psixologiyada, limerence. Emm, yəni limerence bir növ, limerence yəni parlaqlıq deməkdir və, eee, yəni, ona parlaq bir, imaj veririk və, həmin öz yaratdığımız obraza aşiq oluruq. Tam yadımda deyil, ancaq ki, bir yazar idi, səhv eləmirəmsə və yaxud da xatırlamıram. Onun dediyi bir söz var idi ki, xoşumuza gələn, bəyəndiyimiz bədənlərə sözü belə bəlkə tam xatırlamıram yəni, ancaq belə yadımda qalıb ki, xoşumuza gələn bədənlərə, istədiyimiz ruhları qoyaraq adına eşq deyirik bu şəkildə. Emm, və Clementine'ın saçları Clementine'ın saçı filmdə dəfələrlə dəyişir. Emm, 1-ci onlar sahildə görüşəndə yaşıla çalan bir rəng olur. Yaşıl, dibləri sarımtıl, qaraşın belə qəribə bir rəng. Daha sonra, qırmızı, sonra narıncı, sonra pişiyim nəsə deməyə çalışır. Sonra mavi, göy. Və Clementine özü bunları fərqli şəkildə açıqlayır, ancaq təbii ki, onun saçlarının, həm münasibətlə, həm də, ümumiyyətlə, özü ilə, hətta həyatla bağlı deyəcəyi bəzi şeylər var. Bunlardan danışacağıq. Deməli mavi rəngi, mavi blue ruin, mavi yıkıntı şəklində izah edir. Qızıl rəngi, qızılı, yəni narıncı yox, qızıl türk dilində əslində qırmızıdır, yəni rəngi təsvir etmək üçündür. Bu rəngi təhlükə, sarını, yəni narıncını atəş, deyəsən mən qarışdırdım bu arada. Yaşılı devrim və, narıncını, ajan olaraq, açıqlayır. Hə, sarı rəng tam əmin deyiləm, burada rəngləri qarışdırmış ola bilərəm, çünki film ingilis dilindədir, burada türk dilinə çevrilib. Ancaq ki, sizə açıqlayacağam bir-bir hamısının nə demək olduğunu. Deməli, film 1-ci yaşıl rənglə başlayır və yaşıl deyəndə ağlımıza nələr gəlir? Mən bunu sizdən soruşmaq istəyirəm. Yaşıl rəng ağlınızda nələri canlandırmağınıza səbəb olur? Axşamınız xeyir bir daha. Axşamınız Yaşıl xeyir. rəng, yaşıl rəng məncə təbiətin oyanmağını, baharı, başlanğıcları xatırladır. Məncə filmdə də elə idi zaten. Yaşıl rənglə başlayır. Bu arada filmin süjet xətti boyunca heç də sırayla dəyişmir. O saç rəngləri əslində qarışıqdır. Amma bu Kaufman elə bil ki, bir verdiyi mesajıdır ki, yəni hardakı mavidir, o sona doğru səhnələrdir. Yəni münasibətlərin sonuna doğru səhnələrdir. Hardakı yaşıldır, o münasibətin hələ yeni qurulduğu, başladığı anlardır. Amma belə zaman algısı film boyunca dəyişir. Yəni normal olaraq başlanğıcdan sona doğru belə zaman axışı yoxdur filmdə. Və orada Clementine'ın saçlarının rənginin dəyişməsi də
Belə deyim, bir növ zamanı tuta bilməyimiz üçün bir mesaj idi əslində. Münasibətin əvvəlini, axırını, sonunu göstərən və yaşıl rəng Hı də münasibətin əvvəlini göstərir orada. hı. Əla, çox super açıqladın, təşəkkür edirəm. Dediyin kimi, münasibətin başlarında saçı yaşıl rəngdə olur. Çünki yaşıl rəng təbiət, hətta Aydan xanım da qeyd elədi, təbiətin oyanışı, eee çəmənlər, otlar, ağaclar və sairə bunları bizə xatırladır. Yeni bir başlanğıc deməkdir, ümid deməkdir. Daha sonra qırmızı rənglə davam eləyir və qırmızı rəng ehtirası, eşqi, qəzəbi eyni zamanda, bunlar paralel olaraq çünki bəzən arta da bilir. Qəzəb artdıqca, kin artdıqca mübahisələr, münaqişələr, yəni o alovlu münaqişələr də təmsil edir eyni zamanda. Bunlar artdıqca bəzən münasibətdə ehtiras, da arta bilir, və eyni zamanda, narıncı rəng, biraz daha turuncu ajan, orange agent deyə açıqlayır, düzdür? Ancaq ki, yavaş-yavaş artıq qırmızının biraz daha solmuş halı olduğu üçün, bu tutqunun, atəşin yavaş-yavaş sönməyə başladığını, göstərir, təmsil eləyir və, payızın rəngidir eyni zamanda. Daha sonra ən son, mavi rənglə bitir. Yəni bu da, artıq bir şeylərin, tamamilə, buz bağladığını, sona çatdığını göstərir. Ancaq ki, məncə bu da ümidverici bir şeydir. Çünki hər bir, enişin bir də qalxışı var, və, qışı təmsil edən bu rəng, daha sonrasında, yenidən qalxacağımızı, yeni bir başlanğıcın olacağını, ancaq hal-hazırda bu qışı sərt, ayazı keçirməyin, yaxşı ola biləcəyini, lazımlı ola biləcəyini göstərir. Bir də Clementine'in dediyi bir söz var orada. I apply my personality on a toothpaste deyir. Öz belə deyim, xarakterimi, kimliyimi, şəxsiyyətimi diş fırçasına sürtürəm deyir və, hər səhər, yəni onu, dişimə sürtürəm. Hər gün dəyişirəm demək istəyir. Yenə impulsiv olduğunu vurğulayır orda. Əslində çox açıq sözlüdür, çox şəffafdır. Necə varsa elədir. Özünü rahat bir şəkildə, çəkinmədən ifadə eləyir. Düzdür, çox oversharing eləyir. Yəni həddindən artıq nələrsə paylaşır özü ilə bağlı, şəxsi həyatı ilə bağlı, və bu bəzən, zərər vura bilir. Münasibətləri sabotaj edə bilirik, bunu edərək. Ancaq ki, bir növ özümüzü də qorumağa çalışırıq. Yəni mən başdan hər şeyi deyirəm ki, mənə sonra deməyəsən ki, mən bilmirdim belə olacaq və nəticədə məni incitməyəsən. Burada bir səhnə var, düşündürücüdür yenə, bölüşmək istəyirəm. Clementine, yəni əslində daha öncəki səhnələrdən də görsəz, burada biraz söhbət eləməyə çalışır Joel ilə. Ancaq ki, çox da axıcı olmur söhbət və, bir ara, sadəcə öz, yerinə uzanır, nəfəs alır, hətta cibindən çıxartdığı bir şey var, bilmirəm tam olaraq nədir. Onu burnuna tutur və nəfəs almağını içinə çəkir həmin şeyi. Yəni mentollü bir şey də ola bilər, nə bilim, asma xəstəliyi ilə bağlı bir şey ola bilər. Tam əmin deyiləm, ona görə bir şey deməyəcəm onunla bağlı. Fikriniz varsa bölüşə bilərsiniz. Dediyim kimi yerinə uzanır və, bir anlıq dayanır.
söhbətin ortasında. Daha sonra belə dərindən ah çəkərək təzədən ünsiyyət qurmağa çalışır və bu səhnədə də eyni şəkildə görəcəyik ki, evinə aparır Joel'u və içki təklif eləyir. Daha sonra da deyir ki, içki başdan çıxarma bölümünün iyrəncliyini azaldır. Yəni mənə elə gəlir ki, hiss etdiyim qədərilə, Joel'a qarşı çox da bir hissi yoxdur. Halbuki Joel onu görən andan, aşiq olduğunu öz-özünə düşünüb, sadəcə biraz diqqət gördüyü üçün. Ancaq ki, Clementine-də mən bunu hiss eləmirəm. Daha çox nələrisə itələməyə, zorlamağa, nələrisə oldurmağa çalışır sanki. Bu da yenə Joel'dakı istək lə eyni səbəbdən ola bilər. Sadəcə diqqət almaq, şəfqət görmək, sevgi aclığı. Ancaq ki, who am I to judge? Mən kiməm ki, qınayım? Yenə hamısı empatiya qura biləcəyimiz hisslərdir deyə düşünürəm. Keçid eləyək. Burada yenə filmdə əslində bir neçə yerdə bunu görəcəyik. Bu içki içmə məsələsi. Joel'la Clementine içir. Dr. Howard'ın oradakı hafizəni silən, yaddaşları silən həkimin yanında işləyən qız və oğlanlar içir. Eyni zamanda burada Clementine ilə Joel arasında içdiyi zaman nəsə baş verir. Orada da eyni şəkildə Dr. Howard'la qız arasında içdiyi zaman baş verir. Eyni zamanda Clementine bir gün axşam içdiyi zaman da eyni şəkildə qrup şəklində birlikdə olurlar. Dr. Howard'ın yanında işləyən oğlanlarla Clementine və alt paltarını oğurlayır. Hətta oğlan daha sonra oğlan Joel'un Jim Carrey'nin şəxsiyyətini oğurlamağa çalışır və sanki oymuş kimi davranaraq Clementine'i başdan çıxarmağa, onunla münasibət qurmağa çalışır, çabalayır. Yəni biz təcavüzün nə olduğunu düşünsək, əgər qarşılıqlı onay yoxdursa, qarşılıqlı hə alınmayıbsa, hər iki tərəf də okey deyilsə və eyni zamanda şüurları yerində deyilsə, münasibətə girən şəxslərin və yəni çünki şüursuz olduğumuz zaman özümüzdən asılı olmayaraq nələrəsə icazə verə bilərik və yaxud da verməyə bilərik, ancaq sonra nə baş verdiyini tam olaraq xatırlamaya bilərik. Və ona görə də, yəni hər iki tərəfin şüurlu olmağı və hə deməyi qarşılıqlı yaşanacaq münasibətə önəmlidir. Əks təqdirdə baş verən şey təcavüzdən başqa bir şey deyil. Təbii ki, iki insan Aha, Buyurun. buyur. Siz sözünüzü tamamlayın istəyirsiniz. Tamamdır. Təbii ki, iki insan yəni ağılla, məntiqlə içib nəsə yaşamaq buna qərar verə bilər. Ancaq ki, bunu yəni məntiqli bir şəkildə düşünərək etməyi lazımlıdır və hətta çox yaxşı olardı ki, hər ikisi özəlliklə içməyən birisi varsa, aralarında şüuru yerində olan birisi varsa, israr etsin ki, daha sonra edəcəksə nəsə etməyə çalışaq belə. Yoxsa biraz məsələ qarışır. Buyur, Ləman. Burada siz içki ilə bağlı bir neçə səhnədən bəhs etdiniz. Hansı ki, içki içəndə artıq müəyyən yaxınlaşmalar və müəyyən coşmalar baş verir. Burada deyə bilmədim. Psixoanalistlər məni yargılamasın, amma mən belə düşünürəm ki, orada filmin məğzində, bu arada bu sadəcə baş obrazlara aid deyil idi. Filmdəki digər obrazlarda hafizələrini
sildirirdilər. Keçmiş münasibətləri ilə bağlı yaşanmış olduqları anıları silirdilər. Hı Bu hı. sadəcə baş obrazlara aid deyildi. Həmçinin digər yan obrazlarda da elə idi. Və içki səhnəsindəki yaxınlaşmalar da həmin o yan obrazlarda da özünü göstərir, eyni zamanda baş obrazlarda da. Burada Hı hı. nə üçün psixoanalistlər məni qınamasın deyirəm. Çünki mənə elə gəlir ki, burada Freudian bir yanaşmadan ələ alsaq, zehnimizin unutduğu heç bir şeyi bədənimiz unutmur və yəni Hı. onlar hafizələrindən hər hansı bir xatirəni silsələr də, amma zehinsel olaraq onu təcrübə etdikləri üçün və içkinin bildiyimiz kimi zehni bulanıqlaşdırması və öz üzərimizdəki iradəmizi zəiflətməsi kimi bir şey var, təsiri var alkoholun. Və mən düşünürəm ki, burada mənə elə gəlir ki, həmin o belə deyim, içki içdikdən sonra obrazların yaxınlaşması. Çünki orada doktorla gənc qızın yaxınlaşması da o səhnədə olur, içkidən sonraki səhnədə olur. Hı hı. Burada da yenə o şeyi göstərir. Onlar da hadisələrini silmişdilər və qızdan istifadə eləyirdi orada əslində. Hı hı. Burada da yenə də nə qədər hadisələrimiz silinsə də, bədənsel olaraq bir insanla bir şey təcrübə etmişiksə, bu öz belə deyim izini və təsirini qoyub və fərqində olmadan, yəni həmin insanlarla bağlı xatirələrimiz silinsə belə, bədənsel olaraq meylimiz, belə deyim, onlara qarşı xüsusi cazibəmiz və çəkimimiz yerində qalır. Və bu içki səhnəsi ilə bunu belə xatırladım və paylaşmaq istədim. Qatılanlar olar və ya qatılmayanlar varsa fikrini bildirə bilər. Hı hı. Tam olaraq başa düşmədim bədənlə bağlı psixoanalitik məsələn teorisyenlər niyə bunu yargılasın? Çünki əslində onlar da eynisini deyir ki, bədən kayıt tutur, body keeps the record və biz xatırlamasaq belə bədənimizdə izləri qalır. Hətta bu gün danışacağıq ki, hafizəmizdən silsək belə nəyisə və yaxud da hansısa travmanı sağaltsaq belə bizdə ömür boyu onun izi qalır. Ona görə Bu də bilirsiz nə düşünürəm. üçün dedim yargılamasınlar? Çünki psixoanalistik deyilər. Yəni bu mənada dedim yargılamasınlar. Onların adından danışmış kimi olmayım. Bunun üçün Hə, özümü sorğuladım. yox, Yəni başa ki, aha. Bir də bir şey də əlavə etmək istəyirəm. Yəni bununla bağlı deyəcəkdim. Yenə də oradakı Clementine deməli baş qəhrəman oğlanı təkrar etməyə çalışan oğlanın adı nə idi? İkinci obraz. adını Adını unuttum. əslində Mən də unuttum. Orada əslində oğlanla olan, yəni baş rolla olan bütün xatirələrin eynisini belə deyim təkrarlayır qız üzərində, amma nəticəni əldə edə bilmir. Bu da göstərir ki, bizi insanlarla birləşdirən şey onlarla yaşadığımız hadisələr yox, məhz o iki insanın o hadisələri yaşamasıdır. Və bizim şəxsi kimliyimiz ki var, özləşdirdiyimiz bir şey. Bu nəyisə təkrar edərək onu yenidən sıfırdan qazana bilmərik. Çünki əgər elə olsaydı, eyni hadisələri yaşayandan sonra qız həmin oğlanla da qarşı o hissləri keçirə bilərdi və ona aşiq ola bilərdi, amma olmadı. Burada biz filmdə belə bir şey görmürük. Hı hı. Yəni bir növ baş qəhrəmanın Johnun şəxsiyyətini oğurlamaq istəyir. Onunla olan xatirələrini oğurlamaq istəyir. Bu da fiziksel olmasa da mənəvi bir təcavüz sayılır əslində. Çünki belə deyim, həm birinin şəxsiyyətini, həm də birinin xatirələrini oğurlamağa gəlir çıxır. Amma nəticə vermir. Bu da yenə də onu göstərir ki, yəni o maya deyilən şey var, o tutmursa əgər iki insan arasında şərtləri nə qədər gözəlləşdirirsənsə və təkrarlayırsansa təkrarla alınmır. Belə. Hı hı. Eynən. Tam olaraq elədir Ləman. Çox sağ ol izahın üçün. Əla idi. Dediyin kimi orada buzun üstündə uzandıqları bir səhnə var idi. Əslində Clementine tam Manic Pixie Dream Girl-lə uyuşan bir şey edir və risk almağı, yeniliyə can atmağı öyrədir Joel-a və buzun üstündə qaçmağa başlayırlar. Buz çatlamış bir şəkildə, tam yox təbii ki, üstündə uzanırlar və Joel deyir ki, mən sadəcə olaraq xoşbəxtəm hal-hazırda.
ölə də bilərdim bu dəqiqə, amma çox xoşbəxtəm və Joel hər, etdiyi hər şeyi not aldığı üçün onun notlarını oğurlayan həmin o oğlan eyni Joel'un dediyi sözləri deməyə çalışır, etdiyi şeyləri eləməyə çalışır, verdiyi hədiyyələri hədiyyə etməyə çalışır. Ancaq ki, heç biri qeyd etdiyin kimi nəticə vermir. Çünki mayasının tutmağı məsələsi var. Bununla bağlı Aşkın Metafiziği deyə bir kitab var. Arthur Schopenhauer'ın yazdığı bir kitabdır. Fəlsəfəci də çox sevdiyim. Bu kitabı oxuya bilərsiniz. Orada da, tam olaraq, yəni necə olur ki, 2 insan bir-birinə aşiq olur? Orada sanki, bir növ bizim əlimizdə olmayan, bizdən asılı olmayan bir gücün varlığından danışılır və, sanki bir şeylər baş verir sehirli imiş kimi və, biz bunu anlamağımız çox çətindir. Yəni 2 insanın ulduzunun barışmağı, mayasının tutmağı deyə bilərik buna. Bilmirəm, ruh eşi, nə bilim, ömürlük həyat yoldaşı, bizə tamamilə uyğun olacaq birisinin varlığı, Beyaz Atlı Prens, bu mövzular barəsində nə düşünürsüz? Belə bir şey varmı, yoxmu? Varsa bir dənədirmi, çoxdurmu? Belə maraqlı suallar var. Bu suallar, bunları bizə düşündürtdürür. Bu şəkildə davam eləyək. Ümumiyyətlə, filmdə o qədər iyrənc, xarakterlər var ki, biri təcavüzkardır, biri oğrudur, şəxsiyyət oğrusu, biri də, yəni, hər biri çox dərin, fərqli, qarmaqarışıq xarakterlərdir filmdə hər kəs. Və, Joel artıq, hafizəsini sildirməyə gedir və daha öncəsində, gələn məktub, ya özü onu açır, baxır, ya qonşuları, həmçinin dostları ona göstərir. Yəni fərqli-fərqli şəkillərdə bu məktubu əlinə çatır və orada görür ki, Clementine onu, sildirib ağlından tamamilə və o da buna qıcıq olaraq, acıqlanaraq gedir, eynisini etdirməyə çalışır və daha sonra peşman olur. Öncə təbii ki, pis xatirələr gəlir ağlına, istənməyən şeylər yaşanıb, onları düşünür və bir-bir xatirələri silinir. Daha sonra, yavaş-yavaş yaxşı şeylər də var idi əslində. Bu ağlına gəlməyə başlayır ki, daha öncə hər hansısa bir münasibətimiz, bitibsə, bir sevgili, partnyor ola bilər, bir dost ola bilər, yaxınımızla ola bilər münasibəti kəsmişik, fərq etmir. Bunu yəqin ki, təcrübə etmişik. Azdan-çoxdan məlumatımız olar bununla bağlı ki, birinci pis şeyləri xatırlayırıq. Çünki əslində yenə beynimiz bizə kömək etməyə çalışır. Yəni o insandan qurtulmaq, onu həyatımızdan çıxarmağımız üçün bizim o insanı şeytanlaşdırmağımız lazımdır. Daha sonra yavaş-yavaş artıq yasını tutduqca həmin münasibətin, həmin insanın, biz başlayırıq yaxşı şeyləri də xatırlamağa və bu yaxşı şeyləri xatırlamağımız o demək deyil ki, o münasibət sağlam idi, biz həmin insana geri qayıtmalıyıq, təkrar nələrsə yaşamalıyıq. Təbii ki, qınamıram, təkrar nələrsə yaşaya da bilərik, münasibətdə təkrar-təkrar dönə də bilərik. Bu da prosesin bir parçasıdır, o yas tutma, prosesinin və bəlkə birləşdik, təkrardan nələrsə sınadıq və davam etdi bu, bəlkə alınmadı, fərq etmir, yəni o prosesin bir parçasıdır. Yaxşı şeylər yavaş-yavaş gəlməyə başlayır ağlımıza və bu da çox normal haldır. Həmin insana ağ-qara, həmin münasibətə, uclarda baxmaq deyil də, ortada, boz baxmaq və əsl
nə olduğunu anlamağa bizə kömək edir və olduğu kimi qəbul edib ağrımızı, acımızı yaşamağa kömək edir. Joel xatırladıqca yaxşı şeyləri artıq vazgeçir, istəmir, eee, ağlındakiləri sildirmək və hətta yalvarır ki, nə olar bir dənə bu qalsın, nə olar bir dənə bunu əlimdən alma deyir bəzi xatirələrinə. Burada müdaxilə eləməliyəm Yakan. Ən sonda soundtrackda da maşın içində ağlayır. Jim Carrey'nin o Hı. səhnəsi var. Yəni film onsuz da möhtəşəm film. Dediyim kimi 2 dəfə üst-üstə izləmişəm və burada izləməyənlər varsa mütləq izləməklərini tövsiyə edirəm. Həqiqətən bu sadəcə yəni sənətin psixologiya ilə necə, harmanlamaq olar? Yəni bu necə bir zehindir, bu necə bir fantaziyadır. Yəni mükəmməl filmdir. Nə olar o xatirələr geri qayıtsın. O səhnələr o qədər mükəmməl işlənib ki, insan istəyir ki, filmin axışını dondursun və o səhnələr silinməsin də. Sanki sən o filmi yarımçıq saxlasan, o səhnələr də Hı silinməyəcək. hı. Buna Hı yəni hı. birinci dəfə baxanda şəxsən mən elə hiss eləmişdim. Çünki bir neçə yəni filmin sonuna biləndə artıq bilirsən necə bitəcək, amma ilk dəfə baxanda dondururdum ki, birdən bəlkə də o səhnələr silindi də həqiqətən. Valla. Yəni burdakı, izləməyənlərə mütləq tövsiyə eləyirəm izləməyi. Eee, belə. Hı hı. Dediyin kimi o qədər gözəl idi ki, həmin səhnələri silmək istəməyəndə o yaşadığı hal Joel'un, yəni dizinə döyərək, ağlayaraq, yalvararaq deyirdi ki, silinməsin bu xatirələr. Bir-birlərinə də çox isyan edirdilər. Doğrudan da göz oxşayıcı idi, dərin idi, yaxın olduqları səhnələr idi. Məsələn, birində yorğanın altında ikisi də uzanıb bir-birinə baxırdı və, söhbət edirdilər. Orda Clementine öz uşaqlığından, bir şeylər paylaşırdı. Deyirdi ki, mənim bir kuklam var idi və adı səhv eləmirəmsə onun da Clementine idi və o kuklaya həmişə yalvarardı ki, "Please be pretty." Xahiş eləyirəm, gözəl ol deyə. Çirkin adlandırırdı o kuklasını, əmm, və uşaqlıqla bağlı da hətta fikirlərini bölüşürdü ki, uşaqların şanssız olduğunu, uşaqlığın çox üzücü bir şey olduğunu, kədərli bir şey olduğunu Bəli. düşünür. Çünki, yəni sanki onları heç kim görmür, tam istədiyi şəkildə və hətta Joel'un da eyni şeyi düşündüyünü görürük. Baxın, hətta bu səhnədə Bəli. hal-hazırda paylaşdığım. Yeri gəlmişkən, burada da, yəni mərkəzdə, Joel-u götürür və onun uşaqlığına eynir. Bu da əslində Kaufmanın necə psixologiya ilə birlikdə getdiyini göstərir. Çünki, uşaq vaxtı gördüyümüz bizə ilk baxım verən şəxslər bu valideynimiz və ya digər ola bilər. Uşaqlıqda onların bizə göstərdiyi münasibət bizim partner seçimimizdə böyük bir təsiri var. Bu da bağlanma stillərini yaradır. Məsələn, orada baxırıq ki, indi sizin ekrandakı səhnənizdə göstərir ki, məşğuldur, mənə baxmır. Bu diqqətsiz böyüyən və belə deyim, eee necə deyim, görülməyən bir uşaqdır. Joel'un böyüyəndəki səhnələrinə də baxanda onun biz, qayğılı bağlanan stilinə sahib olduğunu görürük. Bu arada bağlanma stilləri ilə bağlı da belə qısa özət keçək ki, yəni, güvənli və güvənsiz bağlanma stilləri var və əgər, belə deyim, ana və onu əvəz edən şəxslərin münasibətinə əsasən bu bağlanma stilləri yaranır. Əgər yetərincə sevgi və qayğı görmüşüksə və bu qayğı və sevgi, belə deyim, stabil şəkildə davam eləyibsə, şərt deyil ki, çox böyük sevgi, normal Hı sevgidir, amma davamlı olaraq gedirsə, biz buna deyirik güvənli bağlanma stili. Amma güvənsiz bağlanma stillərində, belə deyim, ya valideyn və ilk baxıcı tərəfindən şiddət görür, ya ümumiyyətlə görülməyəndir, ya da ki, gah görülüb, gah görülmür. Yəni gah çox sevilir, gah da ümumiyyətlə baxılmır. Hətta, hı. bunu da bir əlavə məlumat kimi verim ki, 1970-ci illərdə belə bir, eksperiment aparılır. Mary nəm kim, onu unutmuşam, üzrlü sayın. Belə bir psixoloqun eksperimenti var.
Yad mühit eksperimentidir. Burada 12-18 aylıq uşaqları, belə deyim, yəni hələ tam erkən yaşda uşaqları da çağa vaxtında belə deyə bilərik. Onları belə bir eksperiment aparırlar ki, yəni valideynlərinin həmin o oyuncaqlarla da olan bir mühitdən yad birini gətirirlər və onların həmin valideyn otaqdan çıxıb sonra geri qayıdandakı belə deyim reaksiyaları onların bağlanma stillərini göstərir. Bunu maraqlananlar özləri girib baxa bilərlər, amma belə özətlə keçək, orda filmlə necə bağdaşdırsaq, orda oğlanın uşaq vaxtı diqqətsiz olduğu, ona baxılmadığı, ona görülmədiyi və bunun da oğlanda qayğılı bağlanma stilini yaratdığını göstəririk. Qayğılı bağlanma stilində belə deyim, sevilməyəcəyinə və görülməyəcəyinə o qədər əmindir ki, o hisslərini coşqu ilə göstərə bilmir və davamlı olaraq onaylanmaq istəyir. Filmin əvvəlində də deyir ki, niyə mənə diqqət göstərən hər qadına aşiq oluram, bu tipli bir şey deyir. Bu da yəni o uşaqlıqda almadığı onay və sevgini ona ən kiçik sevgi və onay qırıntısı verən şəxsdə böyük məna yükləməyinə səbəb olur. Eee, yəni burada da əslində mərkəzə baş qəhrəman oğlanın uşaqlığını qoyur ki, sanki münasibətin necə irəlilədiyini göstərmək istədiyi üçün. Qızda da eyni şəkildə o da özünün çirkin, yəni gözəl olmağını deyəndə yenə də burada da onaylanmaq istəyidir, göstərir özünü. Burada əlavəniz varsa, bir dənə səs qaldı. Tamamdır. Yox, çox yaxşı izah elədin onsuz da. Yəni bağlanma stilləri ilə əlaqələndirərək, baş qəhrəmanların hekayəsini. Burada görürük ki, yəni dediyin eksperimentdə də əgər uşaq halından məmnundursa və digər otağa keçən, gedən anası geri qayıdanda, biraz ağlamağı, üzülməyi normaldır. Daha sonra oyuncaqlarına başı qarışırsa, demək ki, bu uşaqda hər şey qaydasındadır və onu təbii ki, ona təsir edəcək insanların həyatından getməyi, gözdən iraq olmaqları. Ancaq ki, daha sonra gələndə hər şey normaya qayıdacaq bir müddət sonra. Biz burada görürük ki, Joel halından məmnun deyil. Heç kim mənə baxmır, heç kim məni görmür deyə etiraz edir və təkcə anası yox, ona baxım verməyə çalışan qulluqçu ola bilər, baxıcı ola bilər. Həmin bu qadın səhnədə görürük ki, bu Clementine-dır. Clementine onun roluna girir. Özdə siqaret asılılığı da var. Geyindiklərinə fikir versəz, açıq-saçıq geyinən birisidir və eyni zamanda Joel'un fantaziya obyektinə də çevrilib. Yəni uşaqlarda yəni Oedipus kompleksi ilə bağlantı qura bilərik ki, Freudin açıqlamağa çalışdığı anaya qarşı olan hisslər, romantik hisslər, hətta seksual cinsi hisslər bir baxıcı ilə də bəzən yer dəyişdirə bilir. Və Oedipus kompleksi haqqında bilirsinizmi, bilmirəm. Çox da əlaqəli deyil deyə bugünkü təlimdə onu açmayarıq, ancaq başqa təlimlərdə bunun haqqında da ətraflı danışa bilərik sizlərlə. Tam tərsi Bir də aha, buyurun. tam tərsi nədir deyə soruşacaqdım. Yəni qadınlarda olan şey nədir? Bəs kişilərdə dedik ki, ya da oğlan uşaqlarında anaya qarşı olan hisslər dedik. Tam Ataya, tərsi. təbii Hı. ataya olur. Hətta Freudun bu softlarla Aha. gedir. Ona görə analiz, yəni dəhşətdir. Burada da yəni cinsel objenin, yəni kişilərdəki olan penisin qadında olmaması və qadında bunun əksikliyi sanki onda da o olmalıdır. Belə deyim şeyini yaradır, kompleksini yaradır. Hı hı. Və aha, ona görə də belə deyim, özünü qadına bir atası ilə eşləşdirmək istəyir və anası ilə atasının münasibətində anasını qısqanır. Hətta deyirlər ki, qız uşaqların atalarının arası yaxşı olur, oğlan uşaqların anasının arası yaxşı olur. Bu təbii ki, bir Freudian yanaşmadır və müzakirələrə açıqdır, müzakirə olunan bir məsələdir. Amma yenə də filmimizə baxanda həqiqətən də burdan da görürük ki, ana ilə və baxıcı ilə olan münasibətin təsiri. Hətta belə bir səhnə var idi. Orda
baş qəhrəman oğlan uşaq olanda onu başqa uşaqlar belə deyim, bullyinq eləyirlər, onu belə, əzikləyirlər, necə deyərlər. Orada da bir qız onu xilas eləyir. Bir qız uşağı xilas eləyir. Düzdür, o səhnədə Clementine-dır, amma bu şey həqiqətən yaşanmışdı. Sadəcə orada canlandıran da Clementine canlandırır. Burada da yenə də, Joel ümumiyyətlə özünə qapanıq, özgüvənsiz, öz kişiliyini, yəni kişilik dediyim burada öz şəxsiyyətini, türkcə kişilik demək istəyirəm, öz şəxsiyyətini ortaya qoya bilməməsi, özgüvən əksikliyini göstərir. Bu da qayğılı bağlanma stilidir yenə və əksinə Clementine çox açıq olması, çox işıqlı olması, çox mən burdayam deməsi onun qayğılarını daha da artırır. Çünki hər an gedə bilər. Yəni belə deyim, biraz baxmaması. Hətta belə bir səhnəsi var idi, axırlarına yaxın qısqanclıq səhnəsi var idi və, düşünür ki, oğlan düşünür ki, qız kimləsə birlikdə olub, bunu belə günahlandırır və deyir ki, sən ancaq başqaları ilə yatanda deyir, özünü onaylanmış hiss edirsən, gözəl olduğunu düşünürsən. Bu da yenə ora gətirir ki, yəni, biraz diqqətdən kənar qalanda Joel elə bilir ki, vəsə sevilmirəm, vəsə görülmürəm, mən, yoxam, mən dəyərsizəm. Yəni burda, qayğılı bağlanan tipinə aid olduğunu göstərir. Clementine isə əksinə, qaçınqan bağlanandır. Yəni o, belə bir şey var psixologiyada, bir şeyə əgər sahib ola bilmirsənsə, onsuz da ona ehtiyacım yoxdur deyirlər və Clementine də, necə deyim, o onaylanmağı, o sevgini ala bilməyəcəyini düşündüyü üçün çox da lazım deyilmiş kimi davranır. Yəni hər an gedə bilərəm, hər an başqası ilə ola bilərəm. Bu şəkildə kompensasiya eləməyə çalışır Hı hı. deyə. Düzdür. Bəhs etdiyin səhnədə də, dediyin kimi uşaqlar yığışır ətrafına, uşaq ikən Joel'un, və belə deyim, hətta bu səhnəyə hardan gəldiyi biraz ondan da danışaq. Gördüyünüz kimi uşaqlıqda, yaşadığı şeylərə aparır Clementine-ı. İkisi də divanda oturarkən Clementine birdən-birə alt paltarını göstərir və deyir ki, tam bu anı düşün, məni, yəni uşaqlığında, elə, anlara apar ki, elə anlarda məni gizlət ki, tapa bilməsinlər və silə bilməsinlər. O da Clementine-ı aparır, uşaqlığında yaşadığı hadisələrdə gizlətməyə çalışır. Və belə bir səhnə də var idi. Bundan danışaq. Daha sonra quşu öldürməyə çalışdığı həmin o səhnədən də danışacağıq. Bu səhnədə, anası, Clementine-la Joel-u çimizdirir. Yenə burada əgər Clementine həmin o baxıcı rolundadırsa, onların eyni anda birlikdə duş almağı, yəni bunu biraz sorğulaya bilərik burda. Biraz pedofiliya girir artıq işin içinə. Yəni əslində bizim, belə deyim, cəmiyyətdə, kültürdə o qədər normallaşdıran bir şeylərdir ki, yaşlıların, yaşı daha böyük olan insanların, balacaları yumağı, onlara toxunmağı, onlara necəsə baxmağı və s. Ancaq yenə də burda təcavüzlə nələrinsə qarışdırılmamağına məncə diqqət göstərməliyik. Diqqətli olmalıyıq xüsusilə bu mövzuda. Uşaqları da, Yəni onu çimizdirən təcavüz məqsədi eləməsə də, artıq uşaq ona təcavüz eləyəni ayırd eləyə bilməyəcək. Çünki bu onun norması olacaq. Tamam, tutaq ki, xalası çimizdirir, pis niyyətli deyil. Amma başqa biri pis niyyətlə çimizdirsə, uşaq bunu yəni öz şəxsi sərhədlərini tanımadığı üçün bunun pis bir şey olduğunu da algılaya bilmir. Hı O hı. yüzden yəni yaxın insanlar da bu şəxsi sərhədləri uşağa qarşı qorumalıdır. Hı hı. Eynən. Yəni bu o qədər belə incə cizgiləri olan bir şeydir ki, mən, uşaq vaxtı, anamla atamın həyətdə uşaqlarla danışdığım şeyi məndən soruşduqlarını xatırlayıram. Mən də həmin vaxtı, eee böyüklərin necə, uşaq, dünyaya gətirdiklərindən danışırdım və məndən necə olduğunu soruşanda mən, 2 barmağımı belə birləşdirib bu şəkildə bir-birinə sürtərək, onlara göstərdiyimi xatırlayıram. O şəkildə öyrənmişdim, o şəkildə göstərirdim və anamla atamın güldüyünü xatırlayıram. Bu şeyi mənə elətdirib güldüyünü xatırlayıram. Yəni hálbuki anam onu pəncərədən baxanda görmüşdü. Ancaq ki, təkrar
həmin şeyi mənə elətdirib, buna gülmək kimi bir ehtiyac duymuşdu atamla bir yerdə. Bu səhnə mənim ağlımdan çıxmır məsəl üçün və, heç düzgün olduğunu düşünmürəm bunun. Və, və yaxud da çılpaqlıq məsələsi olsun, yəni, anamın bizi neçə yaşına qədər çimizdirməyi olsun, nənəmin də eyni şəkildə və yaxud da qoca nənələr özəlliklə bizdə, yəni, çılpaqlığa qarşı heç bir narahatçılıq hissi duymurlar əsasən. Öz bədənləri ilə barışıq olmaqları nə gözəl, yaxşıdır məncə. Eee, necə ki, örtülü insanlara məruz qalır uşaq, yəni çılpaqlığa da müəyyən qədər məruz qalmalıdır, çünki həyatın bir gerçəyidir, birdən-birə görüb şoka düşməməlidir. Ancaq, Ləman sən də qeyd etdiyin kimi, müəyyən orda sərhədlər olmalıdır və müəyyən, fərqlər başa salınmalıdır deyə düşünürəm ki, bu sənin bədənindir. Biz hətta uşaqlara məktəbdə işləyəndə bunu öyrədirdik ki, özəl bölgələrimiz hansıdır, qadınlarda, kişilərdə, qızlarda, oğlanlarda və biri bizə yaxınlaşmağa çalışanda icazəsiz ona necə reaksiya verməliyik, özümüzü necə qoruya bilərik, necə yox deyə bilərik. Bunların hamısını öyrədirdik. Kaş ki, bizə də məktəbdə öyrədən olardı. Danışılması lazımlı bir mövzudur. Burda Joel deyir, Joel'la Clementine, duş alırlar birlikdə və, bu qadın, anası, onlara, musiqi səsləndirir, oxuyur, musiqi və, oxuduğu mahnı da Joel'un qatarda Clementine'ı dırnaq içində ilk dəfə görəndə oxuduğu həmin o mahnıdır. Hansı ki, oh my darling Clementine'dır. Yenə bunu, yəni, uşaq vaxtı eşidibmi, daha sonramı, məsələn, o onun ağlında qalıb, yenə bəlkə aralarındakı çəkimə də necəsə təsir edib, bilə bilmərik bunları. Və yaxud da bu səhnəni öz beynində yenimi yaradır? Yəni bunlar hamısı sual altındadır. Clementine də bu mahnıdan heç xəbərdar deyil bu arada. Joel ona ilk dəfə başa salır. Bu az öncə də danışdığımız səhnə deməli, Clementine-ı başqa bir travmasına aparır və orda uşaqlar, onun ətrafına toplaşaraq onu, qızışdırır ki, quşu öldür. Bir dənə quş var, onu, çəkiclə başına vur. Deyəsən ölmüş quşdur, hətta tam əmin deyiləm, yəni səhnə yarımçıq göstərilir deyə. Quşun başına vurmağını istəyir uşaqlar və Joel bunu eləmək istəmir. Sonra eləyərəm deyir. Ancaq ki, onlar, yəni onu qorxaq deyə adlandırmasınlar, və onu aralarından atmasınlar, dışlamasınlar deyə məcbur qalıb bunu edir. Daha sonra təbii ki, çox pis olur və Clementine, Ləmanın da dediyi kimi, yəni burda başqa bir qız uşağı onu qolundan tutub aparmağa çalışır və təsəlli etməyə çalışır ki, fikir vermə, dəyməz onlara görə pis olmağa, qalx gedək. Və bir nüans da var mənim bu səhnədə, hisslərimə tərcüman olan. Burda əslində digərlərində də baxın, bu səhnədə də hətta eyni hiss var, ki, Joel gördüyünüz kimi böyükdür, amma eyni zamanda da balacadır. Yəni, həm uşaqdır, həm də ki böyükdür. Burda nəyəsə, tullana əlini uzatmağa çalışır, nəyisə götürməyə çalışanda, isyan edəndə, yəni o, sıxıb qalmışdıq həmin balaca uşaq bədəninə hissi. Burda da eyni şəkildə, yəni böyükdür, amma balaca bədəndə sıxışıb qalır və Clementine boyu daha uzundur bu səhnədə. Joel'u balaca uşaq kimi qolundan tutub aparır. Mən düşünürəm ki, siz də bu hissi zaman-zaman yaşayırsınız. Ola bilməz ki, tək mən bu hissi yaşayım. Hətta belə uşaqlıqda yaşadığım travmaları və s. düşünəndə, sanki, yəni
özümə kömək etmək istəyirəm, özümü qorumaq istəyirəm, amma bunu əsla bacara bilmirəm. Çünki, balaca bir bədəndə sıxışıb qalmışam və gücsüzəm. Qarşımdakılarla savaşacaq gücdə deyiləm. Çox pis bir hissdir həqiqətən. Davam eləyək. Və izləyicilərə belə bir sual vermək istəyirəm ki, həm də daha interaktiv olsun, onların da qoşulmağını və fikirlər eşitmək istəyirəm. Sualım belədir ki, sizcə nə üçün Clementine oğlana deyir ki, məni apar uşaqlığındakı ən gizli, belə deyim, uşaqlığındakı xatirələrində saxla, gizlət və biz film boyu bu xatirələrə baxanda həmin xatirələrin demək olar ki, travmatik səhnələr və yaxud utanc verici səhnələrdir. Sizcə nə üçün Clementine orada unudulmayacağını düşünür? Maraqlıdır iştirakçıların fikri. Çox yaxşı bir sualdır. Bu arada qəşəng diskussiya aça bilər. Hamınızın axşamı xeyir. Biraz geç qatıldım, üzr istəyirəm. Buyurun. Axşamınız xeyir olsun. Düzdür, bu sahədən olmasam da öz fikrimi bildirmək istəyirəm ki, bizim uşaqlıqda aldığımız travmalar daha dərin xarakter daşıdığına görə mənə elə gəlir ki, yəqin ki, qız da ona görə bunu bildirib. Çünki elə mən özümdən də götürüm ki, uşaqlıqda yaşadığım travmalar hələ indiyə kimi istəyir hər hansısa bir ora yaxın bir misal üçün məkana mı gedim və ya həmin hissləri yenidən yaşayanda o travmalar məndən getmir də. Mən fikirləşirəm ki, buna görə yəqin ki, qız keçmişə, uşaqlığına qayıdıb orada saxlamağı məsləhət görüb. Mən belə fikirləşirəm. Daha dərin daşıdığı üçün. Əlayda. Dediyin kimi, yəni başqa bilmirəm fikri olan varsa bölüşə bilərsiz. Mənim fikrimcə 1-7 yaş arası özəlliklə deyirik ki, xatirələrimiz, yaşadıqlarımız, travmalarımız bütün həyatımızı şəkilləndirir, formalaşdırır, təsir edir və ona görə də qalıcı izlər qoyur bizdə və ən dərində, ən gizli, hətta bəzən özünün belə xatırlamadığı yerdə onu gizlətmək istəyir, şüurunun altında gizlətmək istəyir. Yəni qısa müddətli yaddaşda yox, uzun müddətli yaddaşda, küncdə, bucaqda Clementine'ı gizlətməyə çalışır deyə düşünürəm. Ləman, səncə? Qatılıram. Burada da şüuraltına gəlib bəhs edirik, yenə həmin terminə çıxırıq. Yəni fikir versəsə səhnələrdə ya utandığı səhnələrdir, hamıdan gizlətmək istədiyi səhnələrdir, ya da travmatik səhnələrdir və bu bilinçaltımıza yeridiyi üçün ora Aydən xanım da dediyi kimi həm dərindədir, ora çatmaq çətindir, onu xatırlamaq çətindir. Xatırlamadığımız bir şeydə necə hafizəmizdən silə bilərik? Belə bir şey var. O qədər dərindədir ki. Yəni qatılıram mən də Aydən xanıma. Hə. Çox sağ ol Ləman sualın üçün də, cavablandırdığın üçün də. Burada biraz belə deyim də, qarışıq bir mövzudur. Keçən dəfə də təlimdə danışmışdıq. Yəni o Almanyada apardığım araşdırma ilə bağlı ki, orada insanlara biz nəsə öyrədirdik, amma bunu açıq-aşkar şəkildə etmirdik iştirakçılara və onlar fərqində belə deyildilər bizim nə öyrətdiyimizin, amma bu öyrətdiyimiz şeylər onların verdiyi qərarlara təsir eləyirdi. Yəni bilmədiyi şeylər, bildiklərinin fərqində olmadığı şeylər onların verdiyi qərarlara təsir edirdi. Ona Yenə görə içki səhnəsində də eyni şey Nigar xanım bilmədiyini düşünür, amma içki içəndə kontrol itir deyə, məsələn, tutaq ki, vücud o bilir ki, ondan sevgili olub nə vaxtsa, amma hafizədən silinib deyə ona yaxınlaşmaq, məsələn, ona toxanmaq, onu öpmək istəyir, amma bir dəqiqə mənim ona heç bir münasibətim yoxdur deyib özünü saxlayır. Amma içki içəndə o saxlama, nəzarət yoxdur axı və bədən onu tanıyır axı əslində, bədən ondan təmasda olub. Yenə də o silinməyən bilinçaltında olan şey. Onu yaxınlaşdırır içki səhnəsində. Eynilə bu uşaqlıq bilinçaltında və sizin dediyiniz o təcrübə. Yəni bilmir ki, ona hardan öyrənib, amma bədən axı onu öyrənib və onu qərarlarında istifadə edir.
Eyni şəkildə düz deyirsən. Yəni mənim apardığım araşdırmada da daha çox bədəndə nə baş verir, o gülüşü basdırmaqla bağlı idi. Üzdə mimiklərimiz, üz əzələlərimiz nə edir, bununla bağlı idi. Yəni həm bədənimiz xatırlayır, həm şüuraltımızda bu qalır və qərarlarımıza təsir göstərir, biz fərqində olmasaq belə. Aaa, dediyin, həmin o içkili olan səhnələrdən bir dənəsi daha. Bu səhnədə də hamıya kömək etməyə, dırnaq içində insanlara ümid bəxş etməyə çalışan həmin bu təcavüzkar, Doktor Howard, əmm, gəlir, həmin, Joel'un evinə gəlir hamısı. Doktor Howard'ın yanında işləyən 2 oğlan, biri Clementine'la, münasibət yaşamağa çalışan, həmin Joel'un xarakterini oğurlamağa çalışan oğlan, biri digər həkim. Onun da həm Clementine'la münasibəti olur film boyunca, həm də, digər, sarışın qızla, Doktor Howard'ın köməkçisi ilə. Deməli, Doktor Howard işlər artıq, qarışandan sonra, digərlərinin heç biri, silməyi bacarmayandan və kompüter error verəndən sonra, kompüter işləməyəndən sonra gəlir və müdaxilə, edir. Hətta sarışın həmin o gənc qız, Doktor Howard'ın köməkçisi israr edir ki, gəlin zəng eləyək, Doktor Howard gəlsin və onsuz da o gələnə qədər də nə qədər mövzunu dəyişməyə çalışsa da oğlanlar dayanmadan onun haqqında danışırdı. O gələndən sonra da yenə, digərlərini gözdən çıxarır. Oğlan çıxır, biri onsuz da gedib, Clementine'in yanına. Clementine orada üsyandadır. Clementine orada qışqırır ki, sanki dərim tökülür, dərim qabıqlayır, qocalıram, nə bilim, yəni qocalmaq mı deyir, yəni yox olduğunu mu hiss eləyir orada, yox olduğunu hiss eləyir böyük ehtimalla. Nə baş verdiyini bilmirəm, belə, biz menstruasiya olanda qadınlar necə elə bil ki, saçlarımızı yolmaq, nə bilim, dərimizi soymaq hissi gəlir bəzən. Yəni o qədər ağrı içində oluruq və nə yaşadığımızı anlaya bilmirik. Həmin o hissləri bədənimizə istilik gəlir və sairə. Sanki, Clementine da bu vəziyyətdə olur, və səbəbi də təbii ki, oğlanın onun başını qarışdırmağı, tamamilə algıları ilə oynamağıdır. Ona, Joel'un verdiyi hədiyyəni bəxş edir, çölə çıxaq deyir, həmin o buzlu məkana götürür və sairə və sairə. Nəysə, Clementine orada bu işlərlə məşğuldur. Bu tərəfdə də, digər oğlan köməkçisi çölə çıxır siqaret içməyə və Doktor Howard'la sarışın qız otaqda tək qalır. Başlayırlar danışmağa və qız gizlədə bilmir, ondan xoşu gəldiyi ilə bağlı danışır. Onunla, şeir bölüşür, bilirsizmi deyir bu şeiri, nəsə şeir deyir, deyəsən kişi orada şeirdə səhv tapır, filan kəsdir deyir, bunu yazan və sairə və sairə. Əslində bəlkə də aralarında daha öncə də keçən bir dialoqdur, ancaq ki, kişi heç utanmadan, eyni şeyləri təkrar eləyərək, qızı, özünə aşiq edir. Qızdan, Ləman da sənin də dediyin kimi, yəni təkrar istifadə eləyir qızdan. Sui-istifadə eləyir qızın hisslərindən. Və qız ona hisslərini açıqlayanda, kişi utanmaz qayıdıb deyir ki, mənim bir arvadım, uşaqlarım var, bilirsən bunu. Ancaq ki, sonra, qız bağışla və sairə deyəndə kişi yaxınlaşır, öpüşməyə başlayırlar, yaxınlaşırlar. Uşaq da onu çöldən görür, amma heç nə eləyə bilmir, sadəcə məyus halda izləməyə davam eləyir. Bunlar içəridə yaxınlaşarkən maşınla həyat yoldaşı gəlir, Doktor Howard'ın, və onları bu şəkildə görür. Çöldə oğlana 1-2 təpik vurur, onu yaxşıca təpiyin altına salır. Daha sonra da siqnal verir, səhv etmirəmsə və
artıq Howardla qadın da fərqinə varırlar ki, kimsə onları izləyir, yoldaşı gördü və çıxırlar çölə, arxasınca qaçırlar maşının. Doktor Howard nə isə açıqlamağa çalışır. Qadın deyir ki, onda heç bir günah yoxdur, bütün günah məndədir. Mən onu yoldan çıxarmağa, başdan çıxarmağa çalışdım və s. Səsini belə çıxarmır Doktor Howard, ta ki qadın birdən-birə həyat yoldaşı başa düşür ki, bu qız fərqində deyil. Bu qız hafizəsinin silindiyinin, artıq eyni şeyi ikinci dəfə, üçüncü dəfə bəlkə də yaşadığının fərqində deyil. Və qıza deyir ki, "You don't know, do you?" Bilmirsən, hə? Buyur, al, sənin olsun. Daha öncə də sənin olub, deyir qıza. Və qız şoka düşür, nəyə uğradığını şaşırır, anlamır nə baş verdiyini. Daha sonra vəziyyət ona açıqlanır və qız bütün əşyalarını toplayıb ofisdən ayrılır, gedir. Bu Əslində şəkildə mən qızın rolu çox xırda, yəni baş qəhrəman deyil idi, amma mən deyərdim ki, filmdəki ən önəmli qəhrəmanlardan biri idi. Ən önəmli detallardan biri idi ki, filmin sonunda da o yönləndirir əslində unudulmuş bütün materialları, yəni insanların xatirələrini hamısını qaytarır özlərinə və yenə də izləyicilərə belə bir sual vermək istəyirəm, çünki istəyirəm qarşılıqlı olsun, daha maraqlı olur. Yəni bir şeyləri, bizə acı verən xatirələri unutmaqmı, yoxsa onlarla barışıq şəkildə yaşamaqmı? Belə bir sual var. Yəni sizin əlinizdə belə bir fürsət olsaydı, həqiqətən siz incidən xatirələri silməyi seçərdiniz? Bunu yoxlayardınız, yoxsa necə? Mən cavab verim. Mən silməzdim, çünki mənim yaşadığım acılar, yaşadığım hər bir olay bugünkü gündə məni yaradıb və mənə gəlir ki, bir güclü xarakter travmalardan, nə bilim, yaşadığı əziyyətlərdən əmələ gəlir. Ona görə silməyi əsla düşünməzdim. Yəni bütün insanları hara qoymuşamsa, yəni şkafın hansı gözünə qoymuşamsa, o gözlərdə qalmağını və daim mənə nə etdiklərini yadımda saxlamaq istəyərəm, nəinki unutmaq. nə olar? Təşəkkür edirik cavabınız üçün. Buyurun. Eee, Güclü olduğunu göstərir bu Aydanın. Yəni filmdə baxsaq, bir səhnədə hətta digər insanları göstərir, öz xatirələrini silməyə gələn doktorun ofisinə və görürük ki, hansısa medallar qazanıb, artıq yaşlıdır, həmin performansı, həmin potensialı göstərə bilməyəcək vəziyyətdədir və bunu həzm edə bilmir və yaxud da bir qadının itini, itinin həyatdan köçdüyünü, öldüyünü görürük və o yasla baş edə bilmir, o yası həzm edə bilmir. Yəni əslində kiçik desəm yaxşı çıxmayacaq. Yəni baş edə biləcəyimiz bir şeylərdir. İnsan hər şeylə baş edə bilir. İnsanın Anlam Arayışı deyə bir kitab da var, Viktor Franklın. Orada hətta 2-ci Dünya Savaşında nələr görmüş bir psixiatrın yaşadıqları və bunu necə mənalandırdığı, insanların necə dərs aldıqlarını bu yaşadıqlarından və ümidlə güclü bir şəkildə həyatına davam edənlərin sirləri haqqında danışılır həmin kitabda, məsləhət görürəm. Yəni baş edə biləcəkləri bir şeylərdir. Təbii ki, hər kəsə görə dəyişir nə ilə baş edə bilib bilməyəcəyi, ancaq ki, görürük ki, bu cür şeyləri belə insanlar silməyə gedə bilir həmin həkimin yanında. Amma məsələn, Aydan qeyd edir ki, yəni nə olursa olsun istəməzdim, çünki o mənə insanları müəyyən kateqoriyalara bölməyə, necə davranacağımı bilməyə, özümü tanımağa, qərarlarıma və s. müsbət təsir də göstərə bilir. Mən oradan dərslərimi almışam və davam edəcəm. Ləman, sənin də fikrin bu arada mənə maraqlıdır.
Demək istəyirəm ki, sizin misal çəkdiyiniz səhnə filmin başındaydı və film həqiqətən o qədər detallı bir filmdir ki, yəni o səhnəni dediyim kimi mən 2 dəfə baxmışdım, üçüncüsünə bu gün baxa bilmədim. Və yəni həqiqətən hansı səhnəyə baxsaq, hansı səhnəni ələ alsaq, onun üzərinə oturub bir danışmaq olur. Eynilə sizin o misal çəkdiyiniz ilk səhnədə də çox fərqli, belə deyim, tipaşlar var idi. Fərqli məqsədlərlə hafizəsini silməyə gələnlər var idi. Və təbii ki, mən də, sağlam olduğuna inandığım və mənim də tərcih etdiyim Aydan xanımın fikridir, ona qatılıram. Hı Eee hı. Amma burada belə bir şey var. Tutaq ki, texnologiya, süni intellekt, tibb, işte, hər nə deyiriksə, bir gün bu qədər inkişaf etsə və bu seçenek insana bu qədər yaxın olsa ki, bu bizim biraz əvvəl sual verdiyimiz şey, bu sadəcə bir fantaziya idi. Əgər belə bir şey olsa istəyərsinizmi ya yox dedik. Amma Hı belə bir hı. şey insan övladına bu qədər yaxın və əlçatan olsa, o kriz anında neçə nəfər bunu eləməkdən imtina eləyər? Yəni məncə çox az insan olar, xüsusən də hər hansısa bir münasibəti bitirəndə ya da ilk anlar, ya da yaxınını itirəndə, o ilk yasın ilk, sürəsinin əvvəllərində, yəni həqiqətən bu qədər yaxın olduğu halda bundan çox az insan imtina eləyə bilər deyə düşünürəm. Amma əlbəttə ki, sağlam olanın yaşadıqlarımızın bizə qatdıqlarını qəbul etmək və həyatımızda o şəkildə davam etmək, olduğunu düşünürəm. Ahın dağlar Ələman. Dediyim kimi bəlkə də həmin anda, yəni o qədər ağrılı ola bilər ki, son zamanlarda babamı itirmiş biri olaraq deyirəm, heç o qədər yaxın da deyildik. O qədər çox yəni ünsiyyət də qurmurduq. Ancaq ki, birdən-birə o bütün peşmanlıqlar, bütün xatirələr, hər şey uşaqlıqdan başlayaraq gəlməyə başlayır və sən onun altında əzilirsən, necə baş edəcəyini bilmirsən. Onun yoxluğunda, ona bənzəyən şeyləri başqalarında axtarırsan. Onu geri qaytarmaq üçün çabalayırsan, yəni yasın o mərhələlərin hamısından keçirsən, nə qədər bilsən də bilmək sənə kömək eləmir. O ağrını dərindən-dərinə, aaa, hiss elədiyimi bilirəm. Çox çətin olduğunu bilirəm. Ona görə də bəlkə də məsələn həmin anda belə bir şey olsaydı bu addımı atardım. Ancaq ümumi baxanda, əm, EMDR deyə bir terapiya növü var. Bilirsiniz deyə düşünürəm. Eye movement, bla bla davamını xatırlamıram. Yəni Səhv göz etmirəmsə göz hərəkət hə, buyur. Hı hı. Göz hərəkətləri ilə duyarsızlaşdırma, hissizləşdirmə bir növ, bunu edir, və mən bu terapiyadan yəni 10 neçə seans almışam. Neçə dənə travmalarımın üstündə işləmişəm. Yəni orda, bu şəkildə dururdum, öz çiyinlərimə, belə tap eləyirdim, yəni vururdum yavaş-yavaş, asta-asta. Bir növ özümə dəstək, belə sakitləşdirmə edirdim və, xatırlayırdım ən travmatik, hadisələri uşaqlıqda yaşadığım, və bunu danışa da bilərsiniz, danışmaya da bilərsiniz, sizə qalmış bir şeydir. Onları canlandırırsınız gözünüzdə. Orda yaşadığınız həmin o neqativ duyğuları mən dəyərsizəm, mən günahkaram hə bu hadisədə, və sairə kimi şeyləri, dəyişdirirsiniz daha müsbət düşüncələrlə və yaxud da neytral düşüncələrlə və, mənim normalda o terapiyaya başlayanda, o hadisələr gündəlik olaraq, gözümün qabağına gəlirdisə, təşvişli olmağıma, ürəyimin çırpınmağına, nəfəs almağımın çətinləşməyinə, nəfəsimin daralmağına səbəb olurdusa, həmin terapiyadan sonra bu simptomlar aradan qalxmışdı və mən, həmin hadisələri xatırlayırdım, ancaq ki, sanki kənardan baxırmış kimi onlara baxırdım və travmatik şeylərə kənardan belə baxanda hətta, belə deyim də, pis ola bilirik, təşvişlənə bilirdik, amma məndə adından da göründüyü kimi, yəni hissizləşmə, duyarsızlaşma baş vermişdi həmin hadisələrə qarşı, heç bir şey hiss eləmirdim. Amma, zaman keçdikcə üstündən, təbii ki, ilk başda çox sevinmişdim. Özdə bir travma ilə işləyəndə artıq 2-3 dənə başqa, eee,
eyni hissləri, yaşadığımız travmalar, əlaqəli şeylər də, bunlara da yaxşı təsir göstərə bilir. Onlar da bir növ dırnaq içində silinə bilir. Neytrallaşa bilir duyğularımız onlara qarşı da. Mən bunu yaşamışdım tam olaraq. Çox tez bitmişdi mənim, terapiyam, EMDR sırf, və çox sevincli idim. Ancaq ki, zaman keçdikcə özümü, həmin bu yaşadığım şeylərə ümumi belə, üzülərkən, kədərlənərkən tapırdım, və bu məni məyus etmişdi ki, niyə? Yəni bəs işləmişdik bunun üstündə, nə oldu? İşə yaramadı bəlkə və sairə. Ancaq ki, araşdırdıqdan sonra, gördüm ki, yox, əslində və dərslərdə də bizə müəllimlər dəfələrlə bunu deyirlər ki, heç bir travmanı silmək, yox etmək mümkün deyil. Yaşanan şey yaşanıb, nə olsun ki, keçmişdə qalıb, gündəlik həyatımıza da, bu günümüzə də, gələcəyimizə də təsir edir və onun izini biz həmişə daşıyacağıq. Bunu qəbullanmalıyıq. Və özəlliklə niyə məyus olmuşdum? Çox. Çünki EMDR terapiyasında çox zaman belə sağalma baş verir. Əslində digər terapiya növlərində də eyni şəkildə ki, birinci, məsələn, aşağıdasan, deyək ki, sıfırın altında mənfidəsən, daha da mənfiyə düşürsən, daha da pis olursan. Yəni onsuz da sən itin günündəsən də, onsuz da sən terapiyaya bizdə xalqımızda da var da, xəstələnəndə yox, ölənə yaxın gedirik. Yəni mən də o vəziyyətdə getmişdim terapiyaya. Yəni pisin pisi də var imiş, onu da gördüm. Daha da pis oldum. Və təbii ki, öyrənmişdim ki, yəni bu normaldır, daha pis olursan, it gets worse before it gets better deyə bir söz də var hətta. Yəni daha pis olur, daha yaxşı olmadan öncə. Bunlara dözəndən sonra da mən təkrar eyni hissləri yaşayanda ona görə, dünya başıma yıxılmışdı. Amma dediyim kimi bizdə izi qalır və siz də bildirdiniz ki, bu əslində yaxşı bir şey ola bilər. Mən də bu fikrə indi qatılıram. Əlavə etmək istədiyiniz bir şeylər varmı və yaxud da vermək istədiyiniz suallar varmı? Yoxdursa davam eləyək. Bu mövzunu elə, belə deyim, biraz yekunlaşdırmaq, ümumiləşdirməyə adına bir şey demək istəyirəm ki, həqiqətən də travma, yəni belə bir ifadə oxumuşdum. Deyir ki, travma yaşanan hadisə deyil, travma yaşanan hadisəni sənin içində necə özləşdirdiyin, necə yansıtdığın və necə qavradığındır. Bu da Hı hı. spesifik bir şeydir və bu bizim şəxsiyyətimizi formalaşdıran bir şeydir və belə bir, adətən insanlar terapiyaya müraciət edəndə və ya da şəxsən özünü inkişaf elətdirməyə çalışanda travmadan əvvəlki insan olmağa çalışır. Yaşadığı pis hadisədən əvvəlki Ləmana qayıtmaq istəyir, əvvəlki Ləman olmaq istəyir. Amma bu funksional deyil, çünki ola bilməzsən və buna qayıtmağa çalışdıqca özünü belə deyim də, bataqlıqda nə qədər çox hərəkət eləsən, o qədər batırsan misali. Yəni sən onsuz da travmadan əvvəlki insan ola bilməyəcəksən, amma travmanın sənə qazandırdığı şeyləri ələ alaraq artıq o travmanı almış Ləman olaraq həyatına davam eləməlisən və bunu qəbullanmalısan. Çünki heç vaxt travmadan, sizin də dediyiniz kimi, heç vaxt travmadan əvvəlki insan ola bilməzsən. Hətta səhv etmirəmsə kimin sözü idi, xatırlayan varsa kömək eləyə bilər. Eyni çayda 2 dəfə çimə bilməzsən. Yəni mümkün deyil. Artıq sən o şeyi aşdın, o şeyi yaşadın, o çapa sənə düşdü və ondan əvvəlki insan olmağa çalışma. Özünü yorma belə. Eynən, çox qəşəng bir, nüansa toxundun. Eyni çayda 2 dəfə üzmək olmaz. Mr. Nobody by heç kimsə, filminə baxmısınızmı, baxmamısınız? O da Kaufman idi, Nigar xanım. O O deyil. Nolan idi. Hə, Nolan. Düzdür? Hə. Mükəmməl filmdir. Bir ara bunu da danışaq da. Ayda, ağzım sulandı. Super filmdir. Super ötəsi bir filmdir. Yəni Bu filmi də şiddətən mən də tövsiyə eləyirəm və o filmdə, bununla bağlı deyirdi ki, yəni bir çaydan ikinci dəfə keçməməyimizin səbəbi o deyil ki, yəni eyni çay oradan ikinci dəfə axa bilməz. Daha çox səbəb odur ki, yəni ikinci dəfə eyni çay axsa belə sən artıq eyni insan olmursan o çay axanda. bəli.
Eyni onu deməyə vurğulamaq istədim. Hı hı. Burda mən, bir səhnə var idi. Clementine'ın kitabxanada işləyir çünki orda Joel ilə, danışdığı dialoqu var idi. Ancaq ki, mən, bundan danışsam Manic Pixie Dream Girl-dən də danışmış olacağam. Ona görə bunu saxlayıram ən sona. Daha öncə filmdə, bir şeir var. Yenə möhtəşəm bir şeirdir. Səhnələr arxa fonda gedən möhtəşəm idi. Ondan danışmaq istəyirəm. Bu arada bu şeir arxa fonda oxunarkən eyni zamanda orada bir, səhnədə filmin üstündə, film deyirəm, filin üstündə, insanların, göstərildiyi bir səhnə var idi. Həmin səhnədə filin yaddaşı, yəni hafizəni təmsil etdiyini də vurğulamaq istəyərdim. Filmlərdən daha çox danışdıqca, yəni, maraqlı nüansları bölüşəcəm sizlərlə. Bu şəkildə müəyyən heyvanlar, müəyyən əşyalar, evlər, pəncərələr, nə bilim, butulkalar və sairə, yəni hər şey əslində bir şeyi açıqlamağa, bir şeyi deməyə çalışır bizlərə, və zamanla, öyrənəcəyik onların nə deməyə çalışdığını. Burada da filin yaddaşı təmsil etdiyini vurğulamaq istədim. Unutmağı, yaddaşı. Hətta mənim ağlıma şey gətirdi, yəni heyvanların bəzən, ölən, yaxınlarının məzarında gözlədiyini, eyni zamanda, öləcəkləri günü bildiyini və bəzən ondan öncə oturub, gün saydıqlarını bilirəm. Onu eşitmişəm. Bunlar da mənə xatırlatdı. Bunları da bölüşmək istədim. Bu şeirə baxaq. Alexander Pope-un, Eloise to Abelard oxuya bilmədim. Eloisa to Abelard, deyə bir şeiri var. Burada filmin adı keçir. Eternal Sunshine of the Spotless Mind. How happy is the blameless Vestal's lot, the world forgetting by the world forgot. Eternal sunshine of the spotless mind, each prayer accepted and each wish resigned. Tərcüməsi o qədər də mükəmməl deyil, ancaq yenə də oxuyum. Nə qədər xoşbəxtdir günahsız rahibənin həyatı. Dünyanı unudub, dünya tərəfindən unudulan, ləkəsiz zehnin əbədi günəşi, hər dua qəbul olunmuş, hər arzu tərk edilmiş və hər arzudan geri çəkinilmiş tərzində bir tərcüməsi var. Ancaq ki, bu şeir nə demək istəyir bizə? Unutmaq bir xilasdırmı, ya yox? Unudaraq nələrdənsə qurtula bilərikmi həmişəlik? Və tərtəmiz, günahsız bir zehnin, yəni sanki bir uşağın zehni kimi düşünün. Halbuki uşağın da zehninin artıq bəyaz bir lövhə olmadığını bilirik. Şüuraltının artıq ana bətnindəki zamana qədər getdiyindən xəbərdarıq, elm tərəfindən təsdiqlənmiş məlumatlara əsasən. Və günahsız, təmiz bir zehn insanı xoşbəxt edib etməz, bu mövzuya toxunur. Dərin fəlsəfi suallar doğurur və filmdə əsasən bu fikir mərkəzə alınır. Black Mirror filmində də hətta belə bir nüanslara toxunulurdu ki, ana uşağını bütün təhlükələrdən qorumağa çalışırdı. Hər şeyi öncədən öngörərək qabağında durmağa çalışırdı ki, uşağına heç bir ləkə düşməsin, heç bir ziyan dəyməsin. Ancaq ki, daha sonra bu tərz böyüdülmüş uşaqların daha çox əziyyət çəkdiyini də gözləməyə bilərik. Real həyatda da baxsaq. Hətta belə bir söz yadımdadır ki, hardan eşitdiyimi bilmirəm. Daha çox çətinlik çəkmiş nəsillər daha rahat yaşayacaq nəsilləri doğurur. Daha rahat yaşamışlar da daha çox çətinlik çəkən nəsilləri doğuracaq. Ləkəsiz zehnin əbədi günəşi də, yəni keçmiş yaşadıqlarımız, ağrılarımız, acılarımız, peşmanlıqlarımız, travmalarımız, onlar
olmadan bir ağıl daimi xoşbəxtlik içində, hüzur içində olarmı? Ya da olsa belə bu, real ya da arzu olunan bir haldımı? Bunu sorğulamamıza səbəb olur. Bir şeyler deyəcəkdim, amma, unutdum hal-hazırda. Deməli, son olaraq Manic Pixie Dream Girl-dən danışaq. Bura bir Bəli. şeylə bağlı bir şey demək istəyirəm Nigah xanım. Bayaq dedim ki, psixoanalistlər yargılamasın. İndi də deyəcəm ki, fəlsəfəçilər yargılamasın. Bir də zəhmət olmasa şeiri çevirə bilərsiniz. Səhifənin gözünün önündə olsun. Hı hı. Orada da günahsız rahibə və tərk edilmiş arzular və s. Burada da yenə də fəlsəfi baxımdan baxsaq, insanın cənnətdə günahsız və xoşbəxt idi və heç bir yaşanmışlığı yox idi. Amma biz ilk günahı eləyərək yer üzünə enirik. Yəni ya da ki, yəni və hətta bütün dinlərdə bu belədir. Yəni ilk günahdan sonra biz artıq müəyyən şeylər yaşamağa başlayırıq, yer üzünə enirik və s. Mən düşünürəm ki, bu şeiri də bu cür əlaqələndirə bilərik. Yəni əslində bizim bəşər olaraq, şüurlu olaraq varlığımız da günahımıza bağlıdır və orada deyir ki, nə qədər xoşbəxt günahsız rahibənin həyatı, yəni orada da rahibədə saflığı, yəni heç addım atılmayıbsa, burada heç bir peşmançılıq da yoxdur, amma heç bir addım atmamaq insanı insan edirmi? Çünki biz cənnət xoşbəxtliyin mərkəzidir. Cənnətdə xoşbəxt idik, amma cənnətdə bir yaşanmışlıq da yox idi. Və yenə də o əbədi zehnin əbədi günəşi deyilir. Cənnətdə işıqlı, günəş belə, huzur falandır. Amma yenə burada da bir yaşanmışlıq yoxdur. Yenə də hər dua qəbul olunmuş, hər arzu tərk edilmişdir deyir. Yenə cənnətdə olan varlığımız da istəksiz, arzusuzdur. Çünki bütün istəklər və arzularla, tələbatlarla orada təmin olunub. Amma ilk günahdan sonra yerə inən insan daim qayğı, daim təşviş, daim arzuya çatmaq, daim öz tələbatını ödəməklə məşğuldur. Amma yenə də hansını seçərdik? Heç yaşanmışlığı olmayan cənnətimi, yoxsa əzablı bir yaşanmışlığı mı? Belə bir sual doğurur deyə düşünürəm. Yine. Yəni fəlsəfəçilərin çoxu əslində bu sualı verir. Albert Camus da deyir ki, yəni fəlsəfənin əsas sualı intihar etməliyikmi, etməməliyikmi? Budur. Həyat acılarla doludur, qəmlə, kədərlə doludur. Ancaq ki, hətta Sisyfosa bənzədir. Sisyfos ağır bir daşı qaldırmaq bir təpənin başına və hər dəfə qaldıranda o daş təkrardan aşağı düşür. Belə bir təcrübə ilə lənətlənmiş bir adamdır. Tanrılar tərəfindən cəzalandırılmış bir adamdır. Bizim həyatımızı bu Sisyfosun təcrübəsinə bənzədir ki, təkrar o daşı ora qaldırmağa çalışırıq, hər dəfə düşür və biz aşağı enib təkrardan onu yuxarı qaldırmağa çalışırıq. Və deyir ki, nə qədər ağrılı, acılı olsa da, maraqsız olsa da, xoşumuza gəlməsə də biz acığa bunu eləməliyik, acığa yaşamağı seçməliyik və bundan zövq almağı, bu absurd halı qəbul etməyi bacarmalıyıq. Və Ləmanın da qeyd etdiyi kimi, yəni günahsız bir şəkildə, ləkəsiz bir şəkildə, ağrıdan, acıdan yoxsul bir şəkildə yaşamaq nə qədər onun ləzzəti olardı, dadı olardı, nə qədər xoş gələrdi bizə, düşünürəm ki, o qədər də ürək açan olmazdı vəziyyət. Yaxşı, bəs indiki halı ilə necədir? Bu da yenə sual altındadır. Bəzən yaxşı, bəzən pis, amma absurdluğu ilə, qəribəlikləri ilə qəbul edəndə yaşamaq daha belə deyim, dözülən olur. Çox sağ ol Dəmir. İndi Camus'dan Bəxtiyar Vahabzadəyə keçirik. Deyir ki, şamın da mənası yanmağındadır. Belə bir şeydir. Belə bir şey qafiyəsi var idi. Tam unuttum, xatırlayamam. Əslində məşhur şeirdir Bəxtiyar Vahabzadənin. Yaşamaq yanmaqdır, yanasan gərək. Şamın da yaşamağı yanmağındadır. Yəni yaşayırsansa, yanırsan, adı çəkirsən, amma bunu belə qəbul etmək və oradan bir növ
həzz almağı bacarmaq lazımdır. Təbii ki, burada mazoxistcəsinə həzzdən söhbət getmir, amma yəni bunu hər tərəfli qəbul etmək lazımdır. Hı hı. Bu Düzdür. arada burada Clementine-ın kəndini gerçəkləşdirən kəhanətinin olduğunu da düşünürəm. Başlayandan deyir ki, mən onsuz beləyəm, sən sıxılacaqsan məndən, sən gedəcəksən. Yaman bir bəlkə sıxılmayacaq da. Dediyin kimi elədir. Yəni artıq dəfələrlə, yazıq qız yaşayıb bu təcrübəni. Bu səhnədə də görürük ki, deyir ki, bütün oğlanlar məni bir konsept olaraq görür. Onları tamamladığımı düşünürlər və, sanki həyatdaymışlar kimi, doğrudan yaşayırmışlar kimi hiss edəcəklərini düşünürlər. Ancaq ki, mən sadəcə özüm üçün hüzur arayan, başı qarışıq bir qızam və mənə, mən öz yəni, deməli, mən başı qarışıq bir qızam, hüzur axtaran, onsuz da başım qarışıqdır, mənə öz dərdlərini yükləmə deyir Joel-a və Joel da deyir ki, eee, mənim yenə də həyatımı qurtaracağını düşünmüşdüm belə deyəndə, hətta bunu deyəndən sonra belə. Və yenə də Clementine bunu deməyinə rəğmən eyni yola girir və dəyişdirməyə çalışırlar bir-birlərini ikisi də və ikisi də, sıxılırlar bu vəziyyətdən, bezirlər, təkrar-təkrar eyni döngüləri yaşayırlar. Bu şəkildə ikisi də əslində nə olduğunun ən başdan fərqindədir, ancaq ki, filmin son səhnəsi yenə spoiler, son səhnəsində də hər şeyi bilməklərinə rəğmən, Clementine da birinci Joel okay deyir. Clementine ona deyəndə ki, I'm just a fucked up girl who's looking for my own peace of mind. Eee, belə həyatı kaymış bir qızam. Başımın sakitliyini, baş sakitliyi axtaran, belə deyim. Eee, yəni sən məndən sıxılacaqsan, bezəcəksən, ilk başda xoşuna gəlməyinə rəğmən, mən də eyni şəkildə özünün də hətta necə hiss edəcəyini öngörə bilir. Deyir ki, tələyə düşmüş kimi hiss eləyəcəm və təşvişli bağlanan insanlarda, daha doğrusu qaçınqan bağlanan insanlarda bunu görürük. Yəni, birisi ona yaxınlaşmağa çalışanda sanki sıxma, boğmaya, salmışıq kimi onları hiss edə bilirlər. Bu şəkildə Clementine bunları deməyinə rəğmən Joel eşidir və qulaq ardına vurur və yaxud da qəbul edir. Qəbul edə bilməz, çünki yaşayıb görəcək o şeyləri. Ancaq ki, hal-hazırda hissləri var qıza qarşı və nəsə yaşamaq istəyir, həyatında nələrsə dəyişdirmək istəyir. Bu daha ağır basır, bu ehtiyacı daha, öncəliklidir. Ona görə okay deyir. Clementine da ağlayaraq okay deyir və bu şəkildə film, bitir. Bu səhnədə görürük ki, Clementine, özü deyir ki, mən düşündüyün kimi Manic Pixie Dream Girl deyiləm. Yaxşı, nədir bu Manic Pixie Dream Girl? Bilirikmi? Birinci sizdən soruşum. Heç eşitmisinizmi bu, söz birləşməsini, bu termini daha öncə? Belə qulaq, informasiyası deyim, mütaliə ya da araşdırma olmayıb. Yəni sizdən eşitmək istəyirəm. Tamam. Deməli, təkcə bu filmdə yox, dedik həmçinin Azərbaycan filmlərində də Təxminə Zaur olsun, Yuxu filmdəki baş xarakterdəki, yəni baş roldakı həmin qız olsun, Ölsən Bağışla və sairə və sairə Azərbaycan filmlərində də görürük bunu, ki, Manic Pixie Dream Girl arxetipinə uyan qızlar var Clementine kimi. Başqa da mən göstərmək istəyirəm. Bəlkə bu filmlərdən xatırladıqlarınız olar. Bəlkə xatırlasanız deyə bilərsiniz ki, hər birinin ortaq özəllikləri nədir? Varmı bu baş rollara baxdıqda ağlınıza gələn başqa filmlər?
Bir Ameliyaya baxmışam. Səhv etmirəmsə. O birlərinə Emily, baxmışamsa da unutmuşam. Emily, bəs bu 500 Days of Summer deyə bir film var. O da yaxşıdır. Həqiqətən orada da yəni bu fantaziyadan danışılır. Breakfast at Tiffany's var, Stargirl var. Bəs bu Fight Club-a baxmamışıq. Baxmamışam. Bu da mənim aybım olsun canım. Siyahımda da Fight hələ Club-a da bax baxmamışam. mütləq. Bu zaten Eternal Sunshine of the Spotless Mind. Bu şəkildə. Bir dənə də var idi, səhv etmirəmsə. Nəysə, yəni çoxdur. Özəlliklə kişilər tərəfindən yazılmış qadın obrazlarına baxanda bunu görürük ki, hər biri Öz enerjili olur. fantaziyaları yazırlar. Hə, eynən. Xəyallarını yazırlar. Bu qadınlar enerjili olur, impulsiv olur, qeyri-adi davranışlar sərgiləyir. Əsasən kişi qəhrəmanların depressiv, daha içə dönük və passiv, özgüvəni aşağı olduğunu görürük. Onların münasibətdə olduğu kişi qəhrəmanların və bu qadınlar birdən-birə ortaya çıxır ki, həmin insanların, həmin kişilərin həyatında nələrsə dəyişdirsin. Və cıvıl-cıvıl, rəngarəng şəxsiyyətləri ilə bunu təbii olaraq edirlər. Daha sonra da çıxıb gedirlər. Sadəcə, yəni onun məqsədi odur ki, onu bir növ dırnaq içində adam eləsin. Təəssüf ki, bizə də bu rollar yüklənə bilir ki, biz kişinin həyatını asanlaşdırmalıyıq, onda nələrsə dəyişdirməliyik, onu adam etməliyik. Türk seriallarında bunun biraz deformasiyaya uğramış formasını görürük. Sakardır, şəndir, işte nə bilim, belə də ay yardıma ehtiyacı olan, işte sığınmağa ehtiyacı olan bir amma eyni zamanda da guya ki öz ayağının üstə durmağa çalışan. Dediniz bunu xatırladım. Biraz düzdür, deformasiyaya uğramış halı olsa da Eynən. məncə Türk seriallarında bunu da çox hədsiz təbliğ edirlər yəni. Və əsasən dırnaq içində boş olurlar, səthi olurlar. Çox da dərin bir düşüncələri olmur, yəni bir hekayəsi olmur. Backstory dediyimiz o şeydə, yəni hər birimizin hekayəsi var, ondan dərslər çıxarırıq və bizi dərinləşdirir, olğunlaşdırır. Bunlarda o olmur. Yəni hava olur. Və dediyim kimi baş qəhrəmanı xilas etməkdir onların görəvi. Bunu yerinə yetirirlər və bay-bay həyatlarından çıxırlar. 500 Days of Summer-da izləsəz, orada da qız yəni bunu edir, özü evlənir, daha sonra oğlan başqa qızlarla münasibətə davam edir. Onun məqsədi oğlana hansısa dərslər verməkdir, həyat dərsləri və dəyişdirməkdir. Həyata fərqli baxış tərzi ilə əsas obrazı bir növ oyandırır. Yəni filmin başında da Joel'un yuxudan oyanmağı kimi Clementine onu sanki ayıldır. Joel yuxudan oyanır və qatara minir, başqa bir yerə gedir, bir insanla tanış olur. Nə qədər şey dəyişir birdən-birə həyatına, sağ olsun Clementine'ın sayəsində. Və yəni kişilərin həyatını dəyişdirən, daha həyəcanlı, rəngarəng etməyə çalışan qeyri-adi qadın obrazını təsvir edir Manic Pixie Dream Girl. Amma bu filmdə nə yaxşı ki, bunu göstərsə də, Manic Pixie Dream Girl fantaziyasını, arxetipini göstərsə də, onun dərin olduğunu və insan olduğunu da göstərməyə çalışır, çabalayır deyəcəm. Çünki tam olaraq yenə göstərə bilmir. Clementine'ı Joel book smart yox, street smart adlandırır. Yəni kitablardan öyrənən, oxuyaraq öyrənən, elmə baş yoran birisi deyil də Clementine, daha çox həyatdan öyrənən, street smart, yəni küçələrdən, həyatdan yaşayaraq öyrənən biri olaraq adlandırır. Və oğlanlar, kişilər yazmağa çalışanda, yəni bəzən maksimum bu qədər yaza bilirlər deyəcəm, amma eyni zamanda chat bölməsinə də hətta adını yazdım filmin. I'm thinking of ending things deyə bir şeyləri bitirməyi düşünürəm adlı bir filmi də var. Charlie Kaufman'ın çox sıxıcıdır, çox yavaş gedən bir filmdir, amma ən yeni filmidir.
Ona da baxmağı məsləhət görürəm. Əslində bayaq danışdığımız o heç nə etməsəm, heç ağrı yaşamasam, heç üzülməsəm nə baş verər? Bu filmdə onu da göstərir. Onu görmək də düşünürəm ki, maraqlı olar. Həmin filmdə baş roldakı, kişi, pəncərədən baxır, bir qadını görür və, film o gördüyü qadınla qurduğu fantaziyadan ibarətdir. Həmin qadınla həmin qadına, nəsə təklif etsəydi, münasibətdə olsaydı, ailəsi ilə tanışdırsaydı, oxuduğu məktəbə aparsaydı və sairə və sairə nələr baş verərdi? Bunların hamısını xəyalında canlandırır və biz sanki yaşayırmış kimi görürük bunu, amma xəyaldan ibarətdir, yuxudan ibarətdir bir növ. Film bu şəkildə, irəliləyir. Və dediyim kimi orda həmin o seçimi etmə cəsarəti olmayan oğlanın həyatı necə olardı? Vahiməli olardı. Heç də yaxşı bitməyəcək. Spoiler. Bunu görmüş oluruq. Bu filmdə biraz göstərə bilir Clementine'ın daxili çətinliklərini, emosional yaralarını, amma həmin o I'm Thinking of Ending Things filmində görürük ki, baş roldakı qadın, tamamilə fərqli bir obrazdır. Yəni Clementine'ın əksinə sıxıcı, çox, danışmayan, danışanda belə monoton danışan, ağıllı, çox oxuyan, o qədər də cıvıl-cıvıl, rəngarəng olmayan bir xarakterdir. Öz qurduğu obrazı bir növ yıxmağı bacarır Kaufman. Digər filmlərində əsasən, digər filmlərində də qadınlara baxsaq, yenə Manic Pixie Dream Girl-dur. Ona görə əgər tam tərsini görmək istəyirsə, bu dediyim filmə baxmanızı tövsiyə edirəm. Və, dediyim kimi bir növ göstərir. Burada da Clementine'ın, yəni o üsyanlarını, öz güvənsizliklərini, yaşadığı travmalar və sairə çabalayır bunu göstərmək üçün və, tənqidi yanaşmasını ortaya qoyur Manic Pixie Dream Girl-la qarşı. Bu şəkildə mənim deyəcəklərim. Təşəkkür edirəm sizə dinlədiyiniz üçün. Aydın olmayan hansısa nüans oldusa, sual verə bilərsiniz, cavablandırarıq. Əlavə etmək istəyəcəyiniz bir şeylər varsa, buyurun, sizi dinləyirəm. Təşəkkür edirəm səhifəsinə gəlməyə çalışırdım. Aha, təşəkkürlər. Mən ekranımı bağlayacağam.